Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Zamanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bu gün kurikulumun vacib mövzusu olan diferensial təlimin izahına baxacağıq. Çox qısa bir vaxtda diferensial təlimi mənimsəmiş olacaqsınız. Ümumiyyətlə, diferensiallığı müəllimlər çox zaman qarışdırırlar və bir qədər müəllimlərə çətin gəlir ki, yəni şagirdlərlə, müxtəlif şagirdlərlə necə işləmək olar ki, hərəsinə ayrı-ayrı tapşırıq mı verək, hərəsinə ayrı-ayrı suallar mı verək? Yəni, bu cür müəllimlərin çətinlik çəkdiyi bir mövzudur və onu da qeyd edim ki, diferensial təlim həm müəllimlərin işə qəbul imtahanında, həm də sertifikasiya imtahanında mütləq şəkildə bu mövzudan suallar düşür. Uyğunluq, doğru fikri müəyyən edin kimi suallarda, yəni diferensiallığa aid olanda, bu mövzuya aid olanda fikirlər orada öz əksini tapır. İlk öncə kitabdakı qaydamıza baxaq görək ki, diferensial təlim nədir? Birinci ona qaydasını deyək, sonra sadə dildə izahımızı verərik. Diferensial təlim eyni sinif və ya təlim mühitində müxtəlif qrupa daxil olan şagirdlərlə fərqli metodda işləmək və dərsin hər qrup şagirdə uyğun olaraq planlaşdırılmasıdır. Bax, müəllimlər burada çətinlik çəkirlər ki, hər qrup şagirdə uyğun olaraq dərsi necə planlaşdıraq? Müəllimlər, şagirdlər bir-birindən fərqlənirlər. Hansı xüsusiyyətlərinə görə fərqlənirlər? Gəlin sayaq. Qavramasına görə, Qavramasına görə fərqlənmə deyəndə, baxın, şagirdlər müxtəlif cür dərsi qavrayır. Elə uşaq var ki, bir dəfə deyirsən, uşaq başa düşür. Eləsi də var, 10 dəfə deyirsən, bu uşaq öyrənə bilmir. Bax, bu qavramasına görədir. Sonra, sürətinə görə. Sürətinə görə isə, yəni öyrənmə sürəti təbii ki, burada nəzərdə tutulur. Yəni, biri bir tapşırığı 1 dəqiqə, 2 dəqiqə həll edir, gətirir. Biri isə 10 dəqiqə bunun üzərində işləyə bilər. Öyrənmə tərzinə görə, yəni burada da şagirdlər müxtəlif öyrənmə tərzində olurlar. Audial öyrənmə var, vizual var, oxuyub yazaraq öyrənmə, yəni müxtəlif tərzdə öyrənənlər var. Həmçinin şəxsiyyət tipinə görə, şəxsiyyətinə görə dedikdə burada introvert şəxslər var, ekstravert şəxslər var. Yəni buna görə də şagirdlər bir-birindən fərqlənirlər. Belə götürəndə müəllimlər, bir ailədə 2 uşaq olur, 2 bacı olur. Bunların hərəsi fərqli cür olur, fərqli xasiyyətdə olur, fərqli cür oxuyurlar. Yəni bir bacı ürəyində oxuya bilir, sakit oxuya bilir. Bir bacı ucadan oxumasa, özü öz səsini eşitməsə, bu öyrənə bilmir. Yəni görürsüz, fərqli xarakterdə, fərqli öyrənmə tərzində olurlar. Bir sinifdə də götürərsək ki, 20-25 nəfər şagird var və bu şagirdlərdən fərqli xarakterdə, fərqli öyrənmə tərzində, fərqli tipdə olan şagirdlərdir də. Bəs müəllim nə etsin ki, bu fərqliliyi nəzərə alsın? Bəs müəllim dərsi necə etsin ki, bu fərqliliyi nəzərə alsın? Təbii ki, müəllim dərsdə diferensiallığı təmin etməlidir. Diferensiallığı qorumalıdır. Necə təmin etməlidir? Misal üçün, müəllim tərifdə nə dedik? Eyni sinifdə müxtəlif şagirdlərlə işləmək bacarığıdır və səriştəli müəllim də bunu nəzərə almalıdır. Misal üçün, müəllim dərsi öyrədir, hər hansı bir mövzunu keçməlidir, amma müəllim fərqli üsullarla keçə bilər. Oxuya bilməyən uşaq yoxdur müəllimlər. Elə bir uşaq yoxdur ki, bu oxumasın, bunun potensialı olmasın. Amma uşağı fərdi yanaşma var. Uşağın marağını nəzərə almaq lazımdır ki, bu uşaq oxumağa həvəslənsin. Mən bir mövzu keçirəmsə, bəzilərinə şifahi şəkildə izah verə bilərəm, bəzisi, nə bilim, oxuyaraq öyrənəndə oxuya bilər materialı, bəzisini sual-cavab edə bilərəm. Yəni, əsas odur ki, mən diferensiallığı nəzərə alım. Düzdür, şagird sayı az olan siniflərdə bu daha effektiv olur. Yəni, hər bir şagirdə fərqli və fərdi yanaşma daha effektivdir. Bu bir reallıqdır. Amma biz yenə də öz məktəblərimizə uyğun diferensiallığı təmin edə bilərik. Yəni, bu o demək deyil ki, mən hər bir uşaq üçün ayrı mövzu mu keçməliyəm, hər bir uşaq üçün ayrı mı suallar mı tərtib etməliyəm? Müəllimlər, biz sual tərtib edərkən necə tərtib edirik? Həm aşağı təfəkkür səviyyəsində, həm yuxarı təfəkkür səviyyəsində. Aşağı təfəkkür səviyyəsində olan uşaqlar aşağı sualları yazacaqlar, yuxarını yazamayacaqlar. Yəni, hərə öz səviyyəsinə uyğun sualları yazacaq. Mən yalnız aşağı təfəkkür səviyyəsində suallar salsam, yəni hamısını asan və orta salsam, artıq mən
mənim axı digər yüksək səviyyədə oxuyan uşaqlarımı nəzərə almıram. Bu zaman mən görürsüz şagirdlərimin fərqliliyini, qavrama müxtəlifliyini nəzərə almadım. Və mən diferensiallığı, müxtəlifliyi pozmuş oldum. Və yaxud da hamısını çətin qoysam, burada da aşağı təfəkkür səviyyəsində olan şagirdləri nəzərə almadım. Yenə mən diferensiallığı pozmuş oldum. Ona görə biz suallar hazırlayarkən taksonomiyanın mərhələlərinə uyğun olaraq suallar hazırlamalıyıq. Yəni mən şagirdləri dərsə hazırlayarkən, mövzuyu hazırlayarkən, yəni mütləq şəkildə bu diferensiallığı, bu müxtəlifliyi nəzərə almalıyam. Əsas məqsəd ondan ibarətdir ki, müəllim dərs zamanı qarşıya qoyan məqsədin bütün şagirdlərin çatdığına əmin olsun. Yəni burada məqsədimiz odur. Yəni diferensiallığı təmin etməkdə məqsədimiz odur ki, qarşıma ki hansı məqsəd qoymuşam ki, dərsin məqsədi budur, təlim nəticəm budur. Mən bunu reallaşdırmalıyam və bütün şagirdlər buna deməli qarşıya qoyulan məqsədə çatmalıdırlar. Ümumiyyətlə diferensiallığı təmin etmək səriştəli müəllim üçün heç də problem deyil. Yenə deyirəm ki, şagirdlərin biz demirik ki, hamısı yüksək səviyyədə mövzunu qavramalıdırlar. Təbii ki, bu mümkün deyil. Amma ki, yenə də hər birinin öz öyrənmə tərzinə, öz şəxsiyyət tipinə uyğun olaraq suallar vermək lazımdır. Qrup işlərinə cəlb etmək lazımdır. İş formaları daha doğrusu, yalnız qrup iş deməyək. Müəyyən iş formaları var ki, həmin iş formalarından istifadə etmək olar. Müəyyən iş üsulu var ki, iş üsullarından istifadə etmək olar. Və yaxud vizual öyrənənlər üçün hər hansı bir mövzunun videosunu göstərə bilərəm. Audial öyrənənlər kimi eşidənlər üçün, məsəl üçün mən bir müzakirə təşkil edə bilərəm. Müəyyən bir informasiyaları şifahi şəkildə verə bilərəm. Oxuyub yazaraq öyrənənlər hər hansı bir informasiyanı yaza bilərlər. Yəni o demək deyil, mən hərəsində başqa mövzular keçim, hərəsinə başqa suallar verim. Xeyr, bəs biz diaqnostik qiymətləndirməni niyə aparırıq? Diaqnostik qiymətləndirməni ona görə aparırıq ki, biz şagirdlərimizi tanıyaq və şagirdləri tanıyandan sonra da biz artıq diferensiallığı təmin edə bilirik. Şagirdlərə fərqli və fərdi yanaşa bilirik. Diferensial təlim nədir? Ümumiyyətlə biz indi bunun yalnız tərifini öyrəndik. Ancaq diferensial təlimin də həyata keçirmək üçün müəyyən bir məqamlar var. Şagirdlərin marağı, hazırlıq səviyyəsi, öyrənmə tərzidir ki, bunlar haqqında da növbəti izahlarımızda geniş şəkildə izah verəcəm. Və onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq gündəlik olaraq artıq orada sınaqlar, video izahlar, qısa qeydlər paylaşılacaq ki, siz bu izahlarımızı dinləyə bilərsiniz. Həmçinin ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq siz bizim kurikulum dərslərimizə qeydiyyatdan keçə bilərsiniz. Bu nömrənin WhatsApp-na yazaraq dərslər haqqında geniş məlumat əldə edə bilərsiniz. Bugünkü izahımız bu qədər. Sağ olun, hər birinizə xoş dinləmələr.